Ilahi elhamdülillah ve salatu ve selamu ala Resulillah. Ya Rabbi ve eyle kılan cemaat namazlarımızın silegen cemaat ve gazlarımızın dağlarının bu cuma günlerindeki harf surelerin ayetlerin kabul emellerden neceli sıhhatli, ihlaslı emellerden bar kılsan idim. Ya Rabbimizin hak rahmetin bilen dünya turmuşumuzda Deccal fitnesinden bizlerini saklasan ve hamd okulat ketken Kehf suresinin birinci 10 ayetlerin imanlarımızın makbul olma sebepçilerden bar kılsan idim. Cuma günlərdə yarandığı kulların tarafından meşit negizlerine ve hayır ürünlərdə beyan taşıyan xeyir sədəxələri, belə getən xədiyyələrin, ketəgən köştənişlərin, öz xudurunda qabul edili savablı, izgir əməllərdən var bulub, Allah'dan xaslancılı savabların dünya qıyılan mü'min, müslimati olan Rabbimizin qardaşlarının ruhlarından icmaq tamamları cennet rizıqları olarak yürüşələrin nasip kılsan idim. Ya Rabbim özü bizə, iyi axirlər özüyə kiləsib olanlarımızға, İman, İslam, istikamet ehilleri olarak ömür itibizine nasip kılsan idim. Dünyavi tırmışlarımızda kalan emeller öz huzurunda kabul, eliyasız, korkem, savablı emellerden bulunlarında nasip kılsan idim. Türlü avrulardan, xesiretlerden, yolda bulunan facialardan, immehime ya Rabbim öz huzuruna imansız koytudan cümlemizine özün saklat iman kılsan idim. Allahümme Rabbena etine fil dünya hasana ve fil ahireti hasana ve qina azaben nar. اللهم إنك عفو كريم تحب العفو فاعف عنا اللهم إنا نعوذ بك من البرص والجنون والجذام ومن سيء الأسقام وصلى الله تعالى على خير خلقه محمد وعلى آله وأصحابه أجمعين برحمتك يا أرحم الراحمين.